Uşaqlar, biz yenə çəki, elastiklik qüvvəsi, mail müstəvi bölməsinin ən son bölümündə belə açıq tipli sual var. Burada yenə 12-ci və 13-cü suallara baxaq. Nisbətən çətin görünür. Baxaq. 12-ci sualda uşaqlar 3 kiloqramlıq bir cisim var. Onun üzərində F qüvvəsinin təsirlə bərabər sürətlə yuxarı qaldırılır. Yayın belə bir yayla dartılmış, bərabər sürətlə yuxarı dartılır. Bizə deyir ki, uşaqlar, bu yayın sərtliyini tap deyir. Bizə deyir. Bərabər sürətlə dartırılırsa uşaqlarım, biz bilirik ki, əvəzləyici qüvvəmiz nədir? Sıfırdır. Okay, onu bilirik. Və biz bilirik ki, mail müstəvidə, bunu yazmıram, mail müstəvidə yenə şəklini çəkirəm uşaqlar, bir cisimdirsə, burada bir alfamız varsa, bu ağırlıqdır uşaqlar, bilirik mg'dir. Bu F paralel desək buna uşaqlar, bu və yaxud da mg kosinüs alfa deyək buna. Buradan belə də birisi var uşaqlar. Buradan da biz deyirik F mg sinüs alfa deyirik. Biz bilirik ki, uşaqlar bu cisimi aşağı belə bir qüvvə təsir edir. O da nədir? Mg sinüs alfadır və yuxarıda burada da bir elastiklik, bunun əksinə də burada da belə bir elastiklik qüvvəmiz var. Okay. Bu cisim aşağı gəlir. F də belədir. Burada bərabər sürətlə yuxarı gedir. Okay. Bərabər sürətlə belə gedir. Bizim F sinüs alfamız belə var, bir də elastikliğimiz var. Bərabər sürətlə hərəkət olduğuna görə uşaqlar, yazırıq onda mg sinüs alfa bərabərdir kx-ə. K-mız nəyə bərabər olur uşaqlar onda? Mg sinüs alfa böl x. Yerinə qoysaq uşaqlar, 30, 30-da 0,8-ə vuranda nə edir uşaqlar? 30 mı eləyir? 30'u 0,8'e vursak eləyir 24 böl 0,2. Çünki nəyimizi verib? 2 cm verib. O da bərabər nə olur uşaqlar? 1200 Newton böl metr. Newton böl metr olur. Bizim K-mızı tapdıq uşaqlar. 1200 Newton böl metr. Və ya 1,2 K Newton böl metr. Yəni, fərq etməz. Uşaqlar, ikinciyə baxaq. Daha doğrusu 13-cü suala. Yəni, bu bölmədə ikinciyə. 13-cü suala. 13-cü sualda nə deyir uşaqlar bizə? Bu qədər verib uşaqlar. H-mızı verib. H bərabəri 0,8 verib. Alfamız bilirik verib 30. Alfamız 30'dur. 30 dərəcə verib və 0,0'dır. Bizə deyir ki, uşaqlar, bu cisim buradan bura nə qədər vaxtda mail müstəvi üzərində cisim nə qədər vaxtda sürüşər. Amma sürtünmə qüvvəsini nəzərə almayın deyir. Okay? Bunu yazıb burada görürsünüz, sürtünməni nəzərə almalıdır. Uşaqlar, biz Pifagor teoreminə görə bura nə desək, bura bizim indi S tapacaqdır, S deyək. Pifagor teoreminə görə uşaqlar, sinus alfa bərabərdir. Bu H bölünsün, bu hissə. Bu H bölünsün, bu hissə. Buna da biz S deyirik. Burada bir S deyəlim. Onda nə yazırıq uşaqlar? H böl S. Biz S tapmamız lazımdır onda. S bərabərdir. H böl sinus alfa. H-mız nədir uşaqlar? 0,8. Sinus alfamız nədir uşaqlar? Yəni 30 dərəcəmiz nədir? 0,5. O da bərabər oldu nəyə uşaqlar? 1,6 metr. Okay? Biz S-mizi tapdıq. Və burada nə görürük uşaqlar? Sürtünmə də nəzərə alınma deyibsə, biz bu bayaqlarımda yuxarıda da izah etdim ya, buradan belə aşağı təsir edən hansı qüvvəmiz var idi? Yəni necə bir qüvvə var idi? Burada bir ağırlıq var uşaqlar. Ağırlığı var. Burada nə idi? Çəki idi. Bu aşağı təsirlə nə idi? Mg sinüs alfa. Bu uşaqlar, bu bərabər olur Newton ikinci qanuna görə F əvəzləyiciyə. Bərabər olur M-A-ya. Okay. M-lərimiz ixtisar etdi. Onda A-mız nə oldu uşaqlar? J sinüs alfa oldu, deyil mi? Okay. Onda A-mız nə oldu? Onu 0,5'ə bölən nə etdi uşaqlar? 5 metr böl saniyə kvadrat. Okay. A-mızda tapdıq. Bizə indi deyir ki, uşaqlar nə qədər vaxta gedər? Bizim bir S-mizin bir düsturu var. Bunu bilirik. Bunları pozum.
S-imizin bir düsturu var uşaqlar. Nədir o? S bərabərdir V0T plus A T kvadratı bölü 2. V0'ımız nə verib? 0 verib. Buradan T'mizi tapsaq nə olur uşaqlar? Kök altında 2S böl nə olur? A olur, öyle değil mi? Okey. 2S'imiz nədir uşaqlar? 2 vur 1.6 böl nə? 5 olur. O da bərabərdir 3.2 böl 5. O da bərabər olur uşaqlar. Kök altında 0.64. O da biz aldıq nə? 0.8 saniyə. Okey. Bizim burada T'miz nə oldu uşaqlar? 0.8 saniyə. Okey. Bu qədər uşaqlar. 0.8.